Allah varmı? Allaha inanan insanlar ona daim dua eləyir, ona kömək istəyirlər, o olsun, bu olsun. Bəs görəsən onların duasını eşidən bir Allah varmı və onların duasının əvəzində nəsə olurmu? Heç nə olmur. Sadəcə Allaha inanan, Allaha dua edən insan beyninə yer edib ki, Allah mənim mütləq səsimi eşidir və əvəzində mənə kömək eləyəcək. Yəni duanın qarşılığında hansı hadisə olsa, demək bunu Allah elədi. Misal üçün, mən bir qızdan xoşum gəlir və Allaha dua eləyirəm ki, ay Allah kömək ol. O qızla mənim münasibətim alınsın. Burada iki variant ola bilər. Qız mənə hə və yaxud da yox cavabı deyə bilər. Və mən hər iki halda nə olsa deyəcəm ki, bunu Allah elədi. Yəni çünki inanıram axı. Yəni qız mənə hə cavabı desə, deyəcəm ki, Allaha şükür, bizim münasibətimiz alındı, hər şey əla, bunu Allah elədi. Qız mənə yox cavabı desə, yenə deyəcəm Allaha şükür. Yəqin ki, belə məsləhət imiş. Yəqin ki, mən o qızla birlikdə olsam, nəsə pis olardı. Allah bilən məsləhətdir. Yəni bunu da Allah elədi. Yəni bu özünü aldatmaqdır, bu gülməlidir. Yəni burada Allahın heç bir sübutu yoxdur. Yəni fikirləşəndə görürük ki, Allahın bizim həyatımızda bir qram da rolu yoxdur. Sadəcə biz özümüzü aldadırıq. Və Allahın ona kömək elədiyin deyən insanlar var. Bəziləri deyir ki, Allah mənə kömək elədi, filan işim alındı. Həmin insanlarda mənim bir sualım var. Bəs Afrikada və yaxud da başqa yerlərdə acından, susuzluqdan ölən uşaqlar var. Anasının gözün qabağında acından ölənlər var. Hər dəqiqə statistikaya görə dünyada 17 dənə uşaq terror nəticəsində ölür. Əgər Allah sənə kömək edirsə, niyə onlara kömək eləmir? Niyə? Bu egoist idi demək ki, Allah mənə kömək edir. Deyirsən ki, Allah mənə kömək edir, o da qalanları vecimə deyil. Sən deyə Allaha sual ver ki, niyə bəs onlara kömək eləmirsən? Niyə sual vermirsən? Allah onlara niyə kömək eləmir? Əgər eləmirsə, demək bunu bacarmır. Əgər desəz ki, Allah hər şeyə qadirdir və prosta özü eləmir, demək onda Allah pisdir. Yəni onlara kömək eləyə bilər, prosta eləmir. Amma desəz ki, bu imtahandır, bu vəhşi axmaqlıqdır. Siz anasının gözünün qabağında acından ölən uşağa imtahan deyirsiniz. Mən buna axmaqlıq deyirəm. Bundan əlavə dünyada 4000-dən artıq din və hərəsində özünün uydurduğu tanrı ideologiyası var və İslamın inancına görə Allahın məqsədi insan yaratmaq olub. Yəni insan yaratmaq idisə Allahın məqsədi, onda belə bir sual çıxır. Bəs niyə 100 milyardlarla qalaktikaları Allah yaratdı və həmin qalaktikalarda milyardlarla boş-boşuna planetlər yaratdı və o planetlərdən ancaq bir dənəsinin 1/5-də insan üçün yaşamalı yer var. 1/5-də yer kürəsinin insan üçün yaşamalı yer var. Çünki qalan hissələri buzlaq, nə bilim, okeanlardır. Yəni Allah 100 milyardlarla qalaktikaları niyə yaratdı? Mənasızdır. Və biz bu kainatda, yəni bakteriyadan da qat-qat balacayıq. Yəni biz çox önəmsiz bir şeyik bu həyatda. Və yer kürəsinin də 1/5-də ancaq bizim üçün yaşamalı əlverişli nisbətən yer var və niyə? Allah balıqlara bizdən belə çıxır ki, çox önəm verirdi. Yəni yer kürəsinin çox hissəsi okeanlardır, balıqlar üçündür. Yəni balıqlar üçün ayrılmış hissə bizə verilən hissədən çoxdur. Yəni bu nə deməkdir? Yəni bizim üçün ayrılmış hissədə də, yer kürəsində bizim yaşamağımız üçün olan hissədə də biz normal yaşaya bilmirik. Yəni ildırım vurur, sel gəlib aparır. Yəni bəziləri deyir ki, bu yer kürəsi ayda möcüzədir, yəni konkret Allah yaradıb da. Amma mən buna möcüzə demirəm, mən buna bardaq bir həyat deyirəm. Və bəziləri Allahın yəni sübutunun nə elmi, nə fəlsəfi olmasının sübutu yoxdur, yəni Allahın varlığının. Yəni bəziləri deyir ki, Allah ona görə var ki, yəni hər bir şeyin yaradanı olmalıdır. Yəni mən varamsa demək Allah da var, yəni məni yaradan var. Yəni bu prinsiplə götürürsə yenə siz səhv çıxırsınız. Yəni hər bir şeyin yaradanı var, yaxşı. Belə çıxır ki, yəni kainatın da yaradanı Allahdır, yaxşı. Bəs Allahın yaradanı kimdir? Desəz ki, onun yaradana ehtiyacı yoxdur. Ona mən də deyərəm ki, kainatın yaradana ehtiyacı yoxdur. Həm də sübutu ilə. Çünki kainat yoxdan var olmağa qadirdir fizikaya görə. Yəni
ateistlər elmə söykəndiyi üçün Allahın olmadığını 100% demirlər. Çünki Allahın olmadığını sübut eləmək olmaz. Bu gülməlidir. Yəni olmayan bir şeyin olmadığını sübut eləmirlər. Mən də sizə deyərəm ki, yer kürəsinin ətrafında bir armudu stəkan fırlanır, gözə görünməz. Niməyə sübut eləyin ki, o yoxdur? Siz onun yoxluğunu sübut eləyəndə mən də Allahın yoxluğunu sübut eləyəcəm. Yəni heç bir dindar ateist deməsin ki, Allah yoxdur, sonra da mənə sübut elə ki, yoxdur. Əslində sən deyirsənsə Allah var, onunla sən sübut eləməlisən ki, Allah var. Əgər sübut eləyə bilmirsənsə, mən də inanmıram. Bax belə.